Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Kvadrat köklərin izahını verəcəm. Deməli, təşkil edənləri izah edirəm, təşkil edənləri. Birinci sualdan başlayaq. Uşaqlar, biz bilirik ki, cüt dərəcədən deməli moduda çıxmalıdır. Düzdürmü? Cüt dərəcədən olduqda kvadrat 2 ilə dərəcə 2 bir-birini aparır və moduda 3 müsaat çıx A, çıx 3. A-mız 3-dən böyüdürsə, biz demişdik ki, tərsini açacağıq. Düzdür, A-mız 3-dən böyük olduqda. A-3 kimi çıx A, çıx 3. A'lar getdi. Cavab nə olur? Mənfi 6 D variantı. Üçüncü sualda 13 çıxır. Mənfi 8-in kvadratından 8 çıxır. 8-in kvadratından 8 çıxır. Mənfi 6-nın kvadratından 6 çıxır. Görə nə qəşəng? Cavab oldu neçə? 7. Sonra 7 yox da sonra var A variantı. 5-cində. Sonra 5-cində sadəcə ən yaxşı bir nədir? Çöldəkini içərdəkinə bir vurub açmaq. 9,2 vur 3,7-ni bir dəfə vurursunuz. Vurma zamanı axı eyni köklərdə salmaq olur. Bəli, olur. 3,7-lər getdilər. Özünü özünə vuranda özü çıxır, çıxmır. Özü çıxır. Cavab 9,2. Sonra yenə də eyni şeyi bir də vururuq nəyə? 3,7-yi bir dəfə nəyə vururuq? 9,2. Gözü ikincinə vururuq. Burada 9,2 edəcək. 3,7, 3,7 cavabı 3,7. Bax, bu da ikincinin cavabı. Və bunlar da çıxacaq bir-birindən 5,5 cavab A variantı. Məxrəci ilə sanalız etmək nə deməkdir uşaqlar? Qoşmasına vurmaq deməkdir. Uşaqlar, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Kökdə 3 plus kökdə 2. Baxala, 2 plus 3 yazmışdı. Mən yerlərini dəyişdim. Niyə belə elədim? Qoşmasına vuranda əziyyət çəkməyim deyə. Bunun qoşması nədir? Kökdə 3 çıx, kökdə 2 əlbəttə ki. Minusda plus olur, plusda minus olmuş olur. Uşaqlar, 1 verəcək, verməyəcək 1. Verəcək də A minus B plus B üstünə. Söhbət olacaq kökdə 3 çıx, kökdə 2. Cavab nə verəcək? Cavab varmı? Var. C variantı ilə. Kökdə 3 çıx, kökdə 2. İnşallah başa düşürük bunu. Bax, 8-dən 9 eyni sual. O deyirəm, təkləri işləyin. Cütlə tək olsa eyni şeydir. Bax uşaqlar, deməli, nə yazırıq? Bundan çıxır modul P kvadrat. Əslində yox, buna heç yoxdur. Elə 4-ü 2-yə böləndə qüvvət cütdürsə, nə olur olsun, necə ədəd verəcək? Müsbət ədəd verəcək. Modul P çıxacaq ikincindən, 2 ilə dərəcə 2 bir-birini aparır ona görə. Məxrəcə də P plus 1. Uşaqlar, P'miz necə ədəd veriblər bizə? Mənfi ədəd veriblər. Onda mən modulu nə kimi atacağım? Mənfi P kimi atacağım, açmayacağım. Bəli. Olacaq P kvadratı tam açıqlaması yazacağım ki, başa düşəsiniz. Bölünsün P plus 1-ə. P-ni çölə çıxardıram. P plus 1 bölünsün P plus 1. Tap, cavab olur P. Düz mü tapdım? İnşallah düz tapmış olaram. 11-ci sualda 10 bölünsün kökdə 5. Çıxılsın. Kökdə 20 var ha. Kökdə 20-ni 4 vur 5 kimi yaza bilərəmmi? Bəli. 4 vur 5 nə deməkdir? 2 kökdə 5 deməkdir. Bitti. Sonra da biz demişik ki, bunu da belə yaza bilərik də. Bir yerdə yazılmış kökü ayrı-ayrı yaza bilərik. Bəli, yaza bilərik. 2 kökdə 5 ortaq məxrəc. 2 kökdə 5 kökdə 5-ə bölürəm. 2 verir, 2-ni ona vururam. Ortaq məxrəcdə 20. Özünə bölürəm 1, 8-ə vururam 8. Kökdə 5-ə bölürəm 2, 1-ə vururam 2. 10 bölünsün 2 kökdə 5. 5 bölünsün kökdə 5. Ondan 2 getdi. Müəllim, gəl irəsəndə azad eləyək. Hər tərəfin kökdə 5-ə vuraq. Hər tərəfin kökdə 5-ə vuranda bununla bunlar da edəcək. Kökdə 5 qalacaq, qalmayacaq. Bəli, cavab D variantı. 12-13 eyni sualdır. 13-cü sual deyirəm uşaqlar. A-nı verib 10 kök altda 3. B-ni verib 0,3 kök altında. A-nı belə ifadə edilir. Müəllim, A qalsın yerində. Biz B-ni 10'da 3 kimi yaza bilərikmi? Bəli. Ya da ki, baxın, belə bir şey yaza bilərikmi? Bəli. Yaza bilərik. Sonra biz nə edirik uşaqlar? Gətirirəm, belə edirəm. Mən A bərabərdir. Bunu verib, verməyib. Buradan mən kökdə 3'ü tapsam, A bölünsün 10 olur, olmur? 100%. A bölünsün 10 olur da kökdə 3'ü tapsam burada. Olur da, bunu hamı gördü də. Gətirirəm B-də, bax B-də. Kökdə 3'ün yerinə A böl 10 yazırım. O dəfə daha rahat izləmişdim bunu. Biraz çətin dedim, amma yaxşı. A böl 10 yazıram.
şeyin yerinə, köçdə 3-ün yerinə. Uşaqlar bunun məxrəci 1-dir də. A bölünsün 10 köçdə 10 olur da. Bunu bilirsiniz də. Kənar ədləri 1 vururuq, orta ədləri də 1 vururuq. Hər tərəfini də köçdə 10'a vuraq. Nə səhv elədim mən burada? Uzun getdim. Çox üzr istəyirəm, bir də izah edirəm. B bərabərdir köçdə 10'da 3. Bu da olur. Bu səhv eləmişəm də. Köçdə 3 bölü köçdə 10 idi. A'mız da 10 kök altda 3 idi. A'nı B ilə ifadə edin. Yəni A'nı gətirib burada, mən burada bunu səhv eləmişəm də. Bu B'yə bərabər deyil uşaqlar. Çarpaz vursaq. Köçdə 3'ümüz nəyə bərabər olar? B vur köçdə 10'a da çarpaz vursaq. Gətirib mən köçdə 3'ün yerinə bunu yazıram. B vur köçdə 10'u yazıram. Bu da olur 10 köçdə 10 vur B'yə. Bitcetdi. 15-ci sualda uşaqlar köçdə 3 qalsın. 12'ni 4 vur 3 kimi yazanda 2 köçdə 3 olur mu? Bəli, müəllim. Bu da 2 köçdə 3. Üzərinə eyni şey burada. 2 köçdə 3. Köçdə 3. Sonra getdi də. Mənfi köçdə 3 surət bölü 2 köçdə 3. 3 köçdə 3 bölü köçdə 3'ə. Tap. Getdi mi? Getdi. Tap. Getdi mi? Getdi. Mənfi 2'də 1. Birincini alıram. 1'i belə alıram. Bu da 0,5 verəcək. A variantı olmuş olacaq. Digər gəlmişə 16'nı izah edeyim. Tamam mı? Modulda A minus B çıxır 16'da. Üzərindən modulda 4A çıxır. Müəllim, A'mız mənfi ədəddir, B'miz müsbət ədəddir. A mənfi B müsbətsə bu B minus A kimi açılacaq mı? Bəli. Bu da mənfi 4A kimi açılacaq. Bunu da videolardan bilirsiniz də, izahlardan bilirsiniz. Bu da B minus 5A olacaq, Y variantı olacaq. 17-ci sual deyəcəm. Bax. Əvvəlcə ayrı-ayrı kök olsa da biz bunu eyni kökün altına yaza bilərmi? Bəli, müəllim, yaza bilərik. Həm surəti, həm məxrəci, bax, çıx kökdə 15'ə dəymirəm. Axırda kökdə 15'ə, lap axırda dəyəcəm. Həm surəti məxrəci 2'yə vururam. Bir istəyirsə dəyişməyəcək onda. 2'yə vurub 2'yə bölürəm də elə bil. Bərabərdir. Uşaqlar, bunu biraz fikir. Bu fikirləşməli misaldır da. Hasili 15 cəmi 8 versin. 2A. A minus B'nin kvadratının açılışı budur. A plus B'nin kvadratının açılışı budur. Hasili 15 cəmi 8. Müəllim, köçdə 5 plus köçdə 3'ün kvadratının açılışıdır. Bax bu. Köçdə 5 çıx köçdə 3'ün kvadratının açılışıdır. Kvadratla dərəcə bir-birini aparanda surətdən köçdə 5 plus köçdə 3 çıxır. Məxrəcdən köçdə 5 çıx köçdə 3 çıxır. Bura qədər razılaşdıq. Davam edirəm. Bunu da qoşmasına vursaq, uşaqlar. Köçdə 5 çıx köçdə 3'ü vururam. Köçdə 5 plus köçdə 3'ə. Surəti də yenə də özünə vururam. Məncə başa düşürsünüz. Məxrəc eləyəcək 2'yi A minus B plus B üstürü. Bunu özünüz bilməlisiniz. Məxrəc 2 elədi. Surəti bax A plus B'nin özünə vuran özünün kvadratı olur da. Bir dəfə nə yazdım üçün 8 plus 2 köçdə 15 olur uşaqlar. Bunu başlayında çıxılsın köçdə 15. Müəllim 2 ortaq məxrəc olsa 2 köçdə 15 çıx 2 köçdə 15 gedəcəkmi bunlar? 2 köçdə 15'lər. Bəli, cavab nə olacaq? 4. Eyni sual 18'də. Bunu yazan, bunu başa düşən geçsin 18'də kef eləsin, yazsın. Bu neçən sualdır? Oy maşallah. 19. İfadəsinin qiymətini hesablayın deyim bizə. 2 köçdə 18 yazırsınız 9 vur 2 kimi. Bunu da açaq da 6 plus 2 köçdə 18 aslında heç yoxmuş heç. Üstəyəl 3'ə. Bu buna dəymir. Buna elə bu 2 köçdə 18 kimi qalsın. Çünki onlar gələcəklər. Çıxılsın 6 isə 3'ün cəmi 9. Çıxılsın 2 köçdə 18. Buna mənasız misalmış. Nə asal misaldır bu? Mənfi 9 C variantı. 21'də vuruğu köşəsini salın. Uşaqlar, A'mız içəri girəndə A'nın kvadratı kimi içəri girəcək. Dərəcə 2'dir axı. Dərəcə nədirsə onun kvadratını oraya yazırsınız. 7 bölü A 7A. Cavab 7A. Var mı cavabda? Var. A variantı. 23-cü sual. Mənası var. Mənası var o demək kökaltı ifadəmiz cüt dərəcədən həmişə sıfırdan böyük bərabərdir olmalıdır. Sıfırdan böyük bərabərdir. 5x böyük bərabərdir 10'dan. X də böyük bərabərdir 2'dən. Bitti getdi. Yine bir şey.
X 2'den büyük olmalıdır. Cevap D variantı olmuş olacaq. Uşaqlar 22'də isə 8 çıxacaq. Modul B köçdə A. B'miz mənfi ədəd olduğuna görə mənfi 8B köçdə A olmuş olacaq. Cevap C variantı. 20 neçə dediyimiz? 23'ü dedik 25. Neçə tam ədəd var? Müəllim, köçdə 2'dən 1,4 çıxır. 1,4 çıx 1. Köçdə 5'dən 2,2 çıxır üzərinə 1. 0,4 ilə 3,2 arası ədəd tam ədədlərimiz 1, 2, 3. 3 deyil. Bitti, getdi. Bu eyni sualdır. Məncə bunları yazacaqsınız. 27'də, 28'də eyni ədəddir. Bunları yazacaqsınız da, təqdim üçün alacaqsınız. 29'dan birini deyək. 29. sual deyirəm. Uşaqlar, burada sondan başlayırsınız da, burada üstünə deyil, elə. 9'dan 3 çıxacaq. Tamam mı? Bunu ben qeyd edeyim. 9'dan 3 çıxacaq. O yolla, nə bu yazdım? Bundan 3 çıxır. 13 üstə 3, 16 verir, 4 çıxır. 21 üstə 4, 25 verir, 5 çıxır. 4 üstə də 5 gəlir, 9, cavab nə çıxacaq? 3C variantı. Gördünüz nə qəşəydir? Bu belə. Sonra bu getdik. Gedirik bura. 31. sualda. Nasıl sola veriblər burada? 75'i yazırıq. 25 vur 3 kimi. 108'i yazırıq. 36 vur 3 kimi. 48'i yazırıq. 16 vur 3 kimi. 5 köçdə 3. 6 köçdə 3. 4 köçdə 3. 7 köçdə 3. Gördünüz mü? 32. sualda. 33. sualda 50'ni 25 vur 2 kimi yazacaqsınız. 32'ni 16 vur 2 kimi yazacaqsınız. 98'də 49 vur 2 kimi yazacaqsınız. Bu 5 köçdə 2. Bu 4. Bu da 2. 8 köçdə 2. Bu da 7 köçdə 2. Neçə edir? 6 köçdə 2. Tutar getdi. D variantı. Kök altı 19'un kəsir hissəsi. Kök altı 19'un kəsir hissəsi. Bura bax. Uşaqlar bilirsiniz də kök altı 19'un kəsir hissəsi demək. 19'dan kiçik nəyin kvadratı var? 4'ün. Elə 19'da 4'ü çıxırsan. Bitti, getdi. Vurursan kök altı 19 plus 4'də 10 plus 1 plus 1 cavab 3. Bu qədər sadə. 37. sonda. Müəllim orta məxrəc. Elə promoy qoşması da bir-birini fikir verin. Köçdə 13 plus köçdə 11. Köçdə 13 çıxırsın köçdə 11'ə. Yox. Köçdə 13 yox. Köçdə 13 vuracaq. Köçdə 13 plus köçdə 11'ə. Köçdə 11'i vuracaq nəyə? Köçdə 13 çıx köçdə 11'ə. A minus B, A plus B. 2 verəcək, verməyəcək, verəcək. Sürətdə vurub açaq. 13 plus köçdə 13 vur köçdə 11. Çıx köçdə 11 vur köçdə 13. Plus 11'ə. Müəllim, bunlar əksəriyyəti getdi. Cavab da 12. 13 də 11. 24 verir. 24'də 2 böləndə 12 eləmiş. Olacaq hələ ki yaxşı gedirik. 39. İlyasın az eləmək nə deməkdir müəllim? Qoşmasına vurmaqdır. 2 köçdə 3 plus 3'ü 2 köçdə 3 minus 3'ə vururuq. 2 köçdə 3 minus 3'ə vururuq. Deməyəcək neçə? A minus B plus B. Bu 12 demək də. 12 də bu. İçəri salanda 4'ü 3 salanda 12. 12'dən neçə çıxacaq? 9'u. 3. Bu da olduğu kimi qalsın. Tap. Cavab oldu 2 köçdə 3 çıx 3. Cavab C variantı. Getdik. 41. sualda. Müəllim, eyni sualda müəllim. 9 plus köçdə 5. 9 minus köçdə 5 orta məxrəc. Sürəti vuracaq sağdakının məxrəcinə. Yəni özünədir, özünə. Özünə vuran nə alınır aşağılar? Kvadratı alınmır. Üstünə əldə 9 plus köçdə 5'in kvadratı. Məncə bunu başa düşdünüz də. Bir şey özünə vuranda özünün kvadratı alınır. Bu alınır 81 çıx 5 76. Allah xeyirləsin. Bu da açıram da 81 çıxılsın 18 köçdə 5 plus 5 plus 81 plus 18 köçdə 5 sürəti açıram da plus 5.
Tap getdilər. 181, 80, 162, o da 10, 172. 172 bölsün 76. Ortadan boy. 4'e ixtisar yaparsaq 19, 4'e ixtisar yaparsaq 43. Cavab C variantı. 43-cü misal. Bəzi sorular asan verirlər, bəzən çətin verirlər. 12-ni 2 3'də 3 kimi yazırıq. Hamı bunu bilməlidir. 4 bölü 3 kimi yazırıq da. Uşaqlar, bu 8-ci misaldır. Bax bu. 5 kökdə 3 böl 3 kökdə 3. Tap 3'də 5. 3'də 5 1/3'də 2 deməkdir. 1/3'də 2 hansı ta 2 tam arasında yerləşir? Hansı intervalda yerləşir? Əlbəttə ki 1-2 arasında da cavab E variantı. 45-ci sualda. Arkadaşlar, əvvəlcə modulda yazırsınız kökdə 3 çıx 7-ni. Sonra bir baxırsınız. Kökdə 3 böldü, 7 böldü. Əlbəttə 7 böldü də. Ona görə 7 minus kökdə 3 kimi yazacaqsınız. Bitdi, getdi. Davam edəcək. 7 çıxılsın. Kökdə 3-dən 1/7 çıxır da. Amma bunu bilir də. 5/3. 5/3'ün tam hissəsi neçədir? 5'dir. Yəni 5-6 arası da belə deyim. Cavab B variantı olmuş olacaq. Diqqətli olun, 47 deyirəm. Modulda A minus B çıxacaq. Üstə 2 modulda A. 4'dən 2 çıxıraq. A böyüdü, B böyüdü, B böyüdü. Onda B minus A olacaq. A mənfi olduğu üçün çıx 2 olacaq. B minus 3'ə. Bayaq bu sorular bir dənə nümunə vermişlər, yenə veriblər. Nəysə. 49'u deyək uşaqlar. 49'u deyək. Tamam da qoşmasına vuraq da hələ ki. Deməli uşaqlar. 7 minus kökdə 6 vurulsun kökdə 7 plus kökdə 6. Birinci şey əldə edirəm hələ. Surətdə də özünü özünə vururam da. Qoşması özü də axı bunun. Qüvvət eləyir eləmir. Eləyir müəllim. Uşaqlar, bu 2 ilə bu 2 bir-birini aparıb surətdən kökdə 7 plus kökdə 6 çıxacaq, çıxmayacaq. Milyon faiz çıxacaq. Məxrəc də 1 eləyir eləmir. A minus 1, A plus 1. Bəli, qəşəng. Baxan kimi, uşaqlar tutsa belə deyir. Müəllim, ona surətdən də ikinci kəsirdən. Kökdə 2 kökdə 6 çıxacaq, məxrəcinə 1 verəcək. Boy, nə qəşəng. Çətin görsən, asan dəli olur. Kökdə 7 plus kökdə 6, çıx kökdə 7, 2 mənfi nə verəcək? Müsbət verəcək. Tap, 2 kökdə 6. Cavab A variantı. İnşallah axırıncı səhifəyə giririk. 1 bölünsün 5 kökdə 3 çıxılsın. 18'i yazırıq. 9 vur 3, 3 kökdə 2, 2 kökdə 2 kimi. 8'də 2 kökdə 2. Da bunu əzbərləyik. 27'ni yazırıq. 9 vur 3, yəni 3 kökdə 3. 12'ni yazırıq. 4 vur 3, 2 kökdə 3. Üzərinə 5 kökdə 2. Bir də axırda nəsə var, axırda baxarıq onu. Bir də var burada 4 bölünsün 5 kökdə 2 də var da. Biraz sadələşdirək. 5 kökdə 3 çıxılsın 5 kökdə 2. Çıxılsın 1 bölünsün 3 kökdə 3 üzərinə 7. Yox, üzr istəyirəm. 5 kökdə 3 üzərinə 5 kökdə 2. Bir də var, nə vardı? 4 bölünsün 5 kökdə 2. Uşaqlar baxın. Orta məxrəc eləməyim. Hələ biraz da sadələşdirək. 5 üzrə çıxardıram. Kökdə 3 çıx kökdə 2. 1. 5 üzrə çıxardıram. Kökdə 3 plus kökdə 2. 2. Bu da 4 bölsün 5 kökdə 2. Fikir verdiniz. Hamısının orta məxrəc nədir? 5 vurulsun. Kökdə 3 çıx kökdə 2. Kökdə 3 plus kökdə 2. Allah xeyir eləsin. Bir də kökdə 2. Hamısını yığdığında bir yerə. Nə var, nə yoxdur? Hamısı orta məxrəc tapdım da. Birincinə böləndə nəyi qalır? Kökdə, bu vurulsun kökdə 2. Kökdə 2 vurulsun kökdə 3 plus kökdə 2 qalır. Birincinə böləndə. İkincinə böləndə kökdə 2 vurulsun kökdə 3 çıx kökdə 2. Axırıncına da böləndə elə 4 qalır. Müəllim, niyə? Axırıncına böləndə normalda bu vurulsun bu qalır. Axı 3 minus 2, 3 plus 2 1 verəcək, verməyəcək. Bəli. Gördünüz, qəşəngcə izah verdim buna qədər. Sonra nə yazıram? Surəti vurub açıram. Kökdə 6 plus 2 özü çıxır. Çıxılsın kökdə 6 yenə plus 2 çıx 4. Bəh, cavab 0. Boy, cavab 0. Niyə müəllim, heç məxrəcə baxma. 6'lar gedir. 2, 2 mənfi 4'ün cavabı 0. Surəti 0 aldığım üçün məxrəcə getdi. Bu qədər bəsit. Və getdilər. 53-cü sualda. Hamının çalışdığı sual tiplərindən biri. Uşaqlar 0,9'u 10'da 9 kimi yazın. 2,5'i 10'da 25 kimi yazın. 14,4'ü 10'da 144 kimi yaza bilərsiniz.
10'da 9 nə deməkdir uşaqlar? 3 çıxır kökdə 10, 5 çıxır kökdə 10, 12 çıxır kökdə 10. Kökdə 10 da ortaq məxrəc 8, 20. 20 bölsün kökdə 10. Hər tərəfini kökdə 10'a vururuq. Bura 10 ilə 2 kökdə 10. Bu qədər sadə. C variantı. 54-cü sualda. Qüvvəti irrasionaldır. 54-cü sual. 55'e baxaq da. Qədər 55'e baxaq da. 55-ci sual A bərabərdir. 3 minus kökdə 11 ortaq məxrəc. Kökdə 11 vurulsun 3 minus kökdə 11 boy plus 2. Baxaq da görə nə verəcəkdir? Bu verir 3 kökdə 11 çıx 11 plus 2. Bu da verir 3 minus kökdə 11. Bu verəcək 3 kökdə 11 çıx 9 bölünsün 3 minus kökdə 11'ə. Bu mənfi 1'ə bərabərdir aşağılar. Mənfi 3'ə bərabərdir aşağılar. Dinlə niyə müəllim? Sürətdən 3 soya çıxartsaq kökdə 11 çıx 3 3 minus kökdə 11. Bax bir-birinin əksi deyil bu. Əksərlərin nisbətinə verir, mənfi 1 vermir. 3'də var daxil, cavab mənfi 3. Vermədi. Bu rasionaldır. 55 nə sözü rasional ilə A. 100% A. Deməli D variantı getdi, C variantı getdi. Biri A'dır. Biri məsələn B-ni yoxlayaq hələ. Hamısı yoxlamalıyıq da biz. Kökdə 10 çıx 3, kökdə 10'u vurmalıyıq. Kökdə 10 çıx 3 çıx 1. Allah xeyir eləsin. 10 minus 3 kök altda 10 çıx 1. Kökdə 10 çıx 3. Hadisə bu deyil, rasionaldır. 9 minus 3 kökdə 10 böl kökdə 10 çıx 3. Sürətdən 3 çölə çıxartsaq 3 minus kökdə 10 bölsün kökdə 10 minus 3. Bəli, yenə mənfi 3. Elə A ilə B. C-ni yoxlamaq yoxdur, çünki 3 dənə variant yoxdur. 57 uşaqlar. 57-də 2 kökdə 10, 2 kökdə 6 çıx 3. Yəni tapaq da tapaq bitər. 2 kökdə 10 1024 deməkdir. 2 kökdə 10 1024. 2 kökdə 6 64 çıx 3. Bu da olur 31. Çox şübhə ki tam bölünəcək. 1024 üstə 64 gələndə 1088 1088 1085 1085 də bölürük 31'ə. Allah beni səhvə düşəcək. 3 dəfə 93 155'də də 5 dəfə. Cavab E variantı. Dünən şey 59 4 kök tam hissəsi. 4 köklər üçün tam hissəsi tapmaq üçün 4'ü salırıq içəriyə. 16 kim girməyəcək? Olacaq 48. 48'dən təqribən nə çıxacaq? 6,9. 49'dan 7 çıxırsa 48'dən təqribən 6,9 çıxır da. Məntiq var da. 6 manat 90 qəpiyin tam hissəsi 6 manat deyilmi? Bəli. 61 də deyirəm. Sən soldu. Hə. 61 də deyək. Deməli 5 9 arası. Birinci modul x minus 9. Modul x minus 5. Uşaqlar 5 9 arasıdırsa 9'dan kiçikdir yəni. Bu 9 minus x kimi atılacaq. Bu toplama olduğu üçün olduğu kimi atılacaq. Cavab 14 olmuş. Olacaq. Getdik növbəti suala baxaq və birinci bölmə hazır. AB və BA içərmə ədədləri üçün ədədi rasionel ədəd olarsa, rasionel ədəd olarsa neçə qədər qiymət alır? Tamam. Toplayaq da, köşaltları toplayaq da 11A plus 11B vermiş olar açanda AB ilə B-anı 10A plus B, 11 plus A kimi açanda. Bəli müəllim. 11 vurulsun A plus B. Müəllim. Gəl belə eləyək də. A plus B'miz deməli 11 olmalıdır ki 11'i 11'ə vuranda nə çıxsın? Kök çıxsın. Məntiqi gördünüz. 5 və 6. Bilib hazır. AB ədədi neçə fərq qiymət ala bilər? 5 6 6 5 4 7 7 4 3 8 8 3 başqa var, cəmi 11 versin. Müəllim 2 ilə 9 verim. O birinizə maksimum 9 verə bilərik. 1 verə bilməli, 1 versə 10 verməli, 10 ola bilməz. 1 2 3 4 5 6 7 8 dənə. Cavab 8 dənə. Bitdi. Bu qədər sadə. Sağ olun, birinci bölməyə. İndi başlayalım ikinci bölməyə.